saxlamalıyıq. Deməli, bizim indiki mövzumuz da olacaq da 8-ci sinifdən 6-cı mövzu ağac üzərində bədii oyma və yandırma texnologiyası. İndi başlayaq izahımıza. Bax, bədii yandırma deyəndə ağac məmulatlarının bəzədilməsi üçün nəzərdə tutulan dekorativ sənət növüdür. Yandırma üsulu ilə nələr üzərində, hansı məmulatlar üzərində naxış salınır desə, yadda saxlayırıq ki, suvenirlərdir, kiçik suvenirlərdir, mebeldir, sonra kiçik oduncaq məmulatlarıdır. Deməli, nəyi götürdük? Suvenirdir, mebeldir, kiçik oduncaq məmulatların üzərində yandırma üsulu ilə naxışlar salınır. Bax, bədii yandırma elektrik ucluğu olan qələm vasitəsilə yerinə yetirilir. Bax, bədii yandırma desə, burada da qələmdir, metalın çapılmasında da qələmdir. Bax, bunu qarışdırmayın. Bax, bədii yandırmada elektrik ucluğu olan qələmdir. Amma ki, metalın çapılmasında qələmdir, qələm. Sadəcə qələmdən istifadə edirik. Elektrik ucluqlu olan qələmdirsə, bədii yandırmada. Metalın çapılmasında da sadəcə qələm vasitəsilə yerinə yetirilir. Deməli, evdə və texnologiya dərslərində yandırma xüsusi cihazın, yəni elektrik yandırıcısının köməyi ilə aparılır. İndi baxırıq. Bax, burada həmin o cihazın şəkli verilibdir. Elektrik yandırıcısının şəkli verilibdir. Hissələri yazılıbdır. Baxaq görək. Bax, deməli, dəyişdirilə bilən ucluqlardır bunlar. İndi baxırıq hissələrinə. Bax, burada nə verilibdir? Plastik tutqacıdır, göstərilibdir. Birləşdirici naqillərdir, göstərilibdir. Ondan sonra tənzimləyici qulpu var. 5-ci yerdə göstərilibdir tənzimləyici qulpu. Ütüdə də var idi o tənzimləmə qulpu, tənzimləyici. Sonra gövdəsi verilibdir. Bu qırmızı olan onun gövdəsidir. Tutqacı var. Közərən ucluğu var. Bu ucluq vasitəsilə yandırma işini icra edirik. Yəni, hissələri bunlardan ibarətdir. Gövdədən, birləşdirici naqildən, plastik tutquşdan, ucluqdan ibarətdir. Ucluğun temperaturunun tənzimlənməsi də elektrik qızdırıcısının tənzimləmə qulpu ilə icra olunur. Yəni, qulp vasitəsilə göstərilir. Deməli, ütüdə də demişdik ki, bu tənzimləmə var idi. Sonra baxırıq. Bax, istehsalatda bədii sənət emalatxanalarında yandırma ilə naxış salma, məişət və sənaye cihazları, eləcə də elektrik yandırıcısına taxılan müxtəlif barışlıqlarla icra olunur. Bax, muncuq hörmə mozaikada və toxuculuqdadır və naxış tikmədə istifadə olunurdu. Amma yandırma üsulundan da yadınızda qalsın ki, suvenirdə, mebeldə, kiçik oduncaq məmulatlarına nə olunur? Naxış salınır. Deməli, naxış salma həm muncuq hörmədə var, toxuculuqda var, mozaikada var. Eyni zamanda yandırmada da naxış salınır, düzdür? Yandırmada da hara naxış salırdıq? Suvenir idi, mebel idi, kiçik oduncaq idi. İndi davam edirik. Bax, burada nə deyilir? Bax, necə oduncağa yandırmanı biz tətbiq edə bilərik? Yadda saxlayırıq ki, quru və hamar oduncaq üzərində biz nə etməliyik? Yandırma işini icra eləməliyik. Bax, yandırıcının ucluğu elektrik cərəyanı keçdikdə közərən xüsusi ərintidən hazırlanır. Bax, bircə dəqiqə o səhifəyə keçək. Bax, bu cümləyə diqqət yetirin, bu testlərə düşür. Deməli, yandırıcının ucluğu nədən hazırlanır? Elektrik cərəyanı keçirən, közərən xüsusi ərintidən. Bax, biz adətən hər şeydə deyirik, alət poladından hazırlanır, alət poladından hazırlanır. Amma polad necə bir materialdır? Əyilən materialdır, əriyən materialdır. Ona görə yadınızda qalsın ki, yandırıcının ucunda alət poladından yox, xüsusi ərintidən hazırlanır. Deməli, bu bəzəkləri salmaq üçün də xüsusi ucluqlar dəsti orada var. İndi baxırıq.
İlkin öyrənmə mərhələsində deməli hansı materiallar üzərində bu bəzək, əsasən hansı ağac üzərində bu yandırma üsulu ilə bəzəklər sala bilərik. Bu da yəni ki testdə düşə bilər. Burada baxın görürsüz toz ağacıdır, ağcaqovaqdır, qızıl ağacdır, cökədir, şabalıddır. Yəni bunun oduncağından olan materiallar üzərində eləmək olar. İlkin öyrənmə zamanı. İlkin öyrənmə zamanı deməli toz ağacı, ağcaqovaq, qızıl ağac, cökə, şabalıq oduncaqlarından. Deməli bu növ oduncaqlar açıq rəngdədir. Bir cinsli quruluşa malik olduğu üçün yandırılan yerlər tez və bərabər kömürləşir. Təsvir aydın və ifadə olur. Yəni təzə öyrənənlərə çətinlik yaratmır da bu ağaclar. Sonra təsviri yandırmazdan əvvəl məmulatın səthi əsaslı surətdə sumbata kağızı ilə cilalanır. Ümumiyyətlə bütün şeylərdə, bəzəmədə də, hər şeydə təmizləyirik də məmulatın səthini. Burada da yəni yandırmada da deməli yandırmamışdan əvvəl nə olur? Məmulatın səthi sumbata kağızı ilə əsaslı surətdə cilalanır. Cilalanmış səthə ikinci mərhələdə nə edirik? Həmin o cilalanmış, sumbata kağızı ilə təmizlənmiş, cilalanmış səthə nə edirik? Yandıracağımız təsviri köçürürük. Yəni hansı şəkli çəkəsiksə onu köçürürük. Sonra da ən çox yayılmış üsul deməli surət çıxartma kağızı vasitəsilə köçürmədir. Deməli bu təsviri də necə köçürürük? Surət çıxartma kağızı vasitəsilə. Təsviri köçürmək üçün bütün xətlərin üzərindən karandaş və ya dircəkli qələmlə gedirik. Ondan sonra başlayırıq yandırmaya. Deməli, bədii yandırma üçün əsas qaydalar. Yandırma üçün pəstahı hazırlayın. Yəni cilaladıq, sonra təsviri çəkdik. Təsviri deməli bu hissəyə baxırıq. Surət çıxartma kağızı vasitəsilə köçürə bilərik. Sonra karandaşı tutduğumuz üsulla ucluğu olan tutacağı götürürük, elektrik yandırıcısını şəbəkəyə qoşuruq. Yəni hazırlayırıq həmin o aləti. Sonra pəstahın hazırlığı oduncaq tullantısı üzərində ucluğun qızmasını tənzimləyin və yoxlamaq üçün bir neçə ştrix çəkin. Yəni ki, həmin məmulata vurmamışdan əvvəl kənarda tullantı üzərindən nə edirik? O ucluğu yoxlayırıq. Sonra düz oturun, ucluğun üzərinə yox, ucluğun üzərinə çox əyilməyin, otağın havasını tez-tez dəyişin. Yəni ki, havası dəyişən otaqda bu yandırma əməliyyatını biz icra eləməliyik. Sonra tutqacı bərk basmayın, közərmiş ucluğu bir nöqtədə çox saxlamayın. Çünki bir nöqtədə çox saxlasaq yanıb deşilə bilər. Yekə yanıq izi alınır, o izlə getməz, xətt düşməz. Sonra yandırıb kömür etməkdənsə az yandırmaq daha yaxşıdır. Məmulatın səthi üzərində yandırılmış təsviri olduğu kimi saxlamaq, karandaş, flomastır, sulu boya ilə rəngləmək və yaxud laklamaq olar. Yəni ki, yandırandan sonra təsvir daha yaxşı görünsün deyənə karandaşdan, flomastırdan, sulu boyadan, rəngdən, lakdan istifadə eləmək olar. Sonra təhlükəsizlik qaydalarına baxaq. Görək burada nələr verilibdir. Deməli, burada da elə həmin şeylər, cihazı şəbəkəyə ancaq müəllimin icazəsi ilə qoşun, qoşmazdan əvvəl iş yerində olan o kənar əşyaları yığışdırmaq lazımdır. Əlimizi, paltarımızı közərmiş ucluqdan, təmasdan qoruyaq, yana bilərik. Sonra cihazı elektrik şəbəkəsinə qoşulu vəziyyətdə saxlamaq olmaz. İş qutarandan sonra cihazı söndürmək, elektrik çəngəlini şəbəkədən ayırmaq. Yəni ki, knopkasından söndürürük, tokdan çıxardırıq. Cihazın soyumasını gözləyirik. İşlədiyimiz otağında havasını dəyişirik. Çünki kömürü də bilirik ki, zəhərli olur.